Yaxşı bir dənə aparat tapdım ki, kişilər bunu sınamır. Qız mənə yarım saat başa salırdı ki, nədir, mən yenə başa düşmürdüm. Dedi, otur sına, dedim, yox, çox sağ ol. Sərgidən hələ bezməmisiniz. Bugün yenə sərgidəyəm. Çinin onlayn satış beauty industriyasında ən yaxşı satıcılar kişilərdir, onu bilirdiniz siz? Videoların əksəriyyəti kişilər üçündür. Qadınlar üçün heç video çəkmirəm. Bugünkü videonu qadınlara həsr edirəm və onların ticarətinə. Nəticədə gördüm ki, tək qadınlar üçün deyil, kişilər üçün bəzi şeylər də var idi. Tatu silən aparat və onun iş prinsipi. Bəh, bu nə gözəl aparatlardır belə. Bu RF iynəli liftik aparatıdır. Qiyməti $1850 idi. Sizə deyim ki, avadanlığın çoxusunu kişilər yoxlayırdı nədənsə. Bu patron uzanıb telefonla danışır, onlar da yəqin ki, lifting eləyir ona. Kişilər əla yol tapıblar, gəlib uzanıb sərgidə prosedur elətdirirlər pulsuz özünə. Bu sərgidə gördüyüm prosedurlardan ən maraqlısı da bu saç tatuajıdır. Yəni dəriyə tatuaj edirlər, elə bil ki, öz saçlarında. Məndə də saç problemi olduğuna görə dedim, mənə də eləyin. Elə bir qiymət oxudular ki, hardasa $2000. Dedim, çox sağ ol, qotur gəzərəm, heç nə olmaz. Bu arada özümü təqdim edim. Adım Abbasdır. Mən Çində 17-ci ildə yaşayıram və B2B hər növ xidmət göstərirəm. Şərtlər var. Məsəl üçün bələdçi, tərcüməçi xidmətini göstərmirəm. Bəzi kateqoriyalar var, onlarla işləmirəm. Əlaqə saxlayın, məlumat verərəm. Satışda son nöqtə. Qaranın üzərində ağardan kremi reklam eləyib satmaq. Kim nə deyir desin, yəni qızı göstərib bizə robotla masaj eləməklə deyil. Mən bu robotlaşmanın əleyhinəyəm, qardaş. Mənfi 110 dərəcə ilə işləyən kreo hamam. Çin avtomobillərinin xarakteristikasında həmişə 700-800 km yazır, amma faktiki 500, 550, 600 gedir maksimal. Deyirəm, bəlkə 110 yazıb, bu da amma əslində 80-70 zat. Nəticədə mən də dözmədim, gördüyünüz kimi. Oturdum, mən də 2-3 dənə prosedur elədim. Neyniyim daha? Hamı edir, mən də eləyirəm. Zarafat bir yana, bu dərini skan edir və dəridə olan problemləri və yaxud da çatışmamazlıqları hamısını deyir. Sağ olun, gələn görüşlərə qədər. Bay bay.